blef, bu raketdən deyirdiniz demək. Yəni, indi də bu Rusiya-Ukrayna cəbhəsi və bu görüşlərində, istəyir bu gündən sonra da olsun, mən o görüşlərdə heç bir məna görmürəm. Ya Avropalılar, Amerika Birləşmiş Ştatları əlini stola vurub, bu müharibəni Vladimir Putinin qabağını lap ağır şərtlərlə ya sənə deviririk, məsəl üçün deyirəm, ya bu müharibəni dayandır, ya da Amerika Birləşmiş Ştatları, NATO, Avropa dövlətləri bir koalisyonla bu müharibəni dayandırmalı. Ukraynaya qalib gəlmək, ya da Ukraynanın istədiyi silahları verərək bu müharibə bitməlidir Ukraynaya. Ən pis arada sizin dediyiniz kimi əvvəl demirdi, təmasda gəlin dayanaq. Bu Ukrayna tərəfi də mənim gördüyüm, izlədiyim Ukrayna prezidentinin verdiyi bəyanatlarına, digər müdafiə nazirinin bəyanatlarına Ukrayna dövləti heç nə sülh-zad istəmir. Atəşkəs istəyir. Təbii, Trumpın dediyi atəşkəs istəyib, güclənib, problemləri həll edib və seçki məsələlər də var gündəmdə. Məsələn, Zelenski indi deyir ki, düşünür ki, inandırıb kimsə ki, atəşkəs olsun, ölkədə seçki keçirdək, sən bir növbəti seçil xalqın dəstəyi ilə daha bir məsələ var. Yəni, bu planlarda. Amma Putin dayanmayacaq, çünki Putin dayansa məhv olur. O başa düşür ki... O olmayacaq Kamran bəy, tamamilə mən sizə razıyam. O dayanma, Ukrayna müharibəsi Rusiyanın, Vladimir Putinin iqtidarının qarantiyasıdır. Ona görə bu müharibəni biz indi dəfə deyirik başlamış. Ukrayna, Rus xalqı da bilmir, nə axtarır Ukraynaya. Bax, Ukrayna məğlub olsa da var, öz-özləm Kamran bəy, Rusiya bir məğlub olsa da, bu çıxıb deyəcək ki, biz qalib gəldik, inanacaqlar. Yəni, inanacaqlar ki, düz deyil, bu işimiz bitdi orada, bəndərləri, nə bilim, millətləri məhv elədik. Amma özünə hörmət eləyən Rus qadını, özünə hörmət eləyən Rus yaşlısı baxmalıdır ki, dünən mən baxdım, o şeydə vurublar, Pakrovskda yaşlı Ukraynalı qadını nasıl ki, ilə aparırlar və ağlaya-ağlaya deyir, anam buradan olub, babam burada olub, mən burada ailə görmüşəm. Onu bir şey, yəni sənin ordun, sənin dövlətinin rəhbəri nə axtarır Ukraynada, nə malını aparır burada? Mən öz dilimdə danışmaq istəyirəm. Nə istəyirsən, qardaşsan məndən. Mən digər bu dildə, mən Zevnik Birjinski şahmat taxtası var, önəmlidir, qoymayacaq, bu başqa şeydir. Ukrayna olsa NATO üzvü olmurdu. İstəmirdi də. Bush'un xatirələrini də oxumuşam. Təzəli oxudum, qutardım. Orada da deyir Merkel, Bush deyir ki, oğul Bush. Belki Merkel də istəmirdi, Fransa da istəmirdi. İstəmirdi. Onlar mənə deyir, xəyal Merkel ilə Sarkozy mənə xəyal qırıqımı uğratdı ki, niyə istəmirsiniz, niyə qoymursunuz? Yəni, o üzv eləməyəcəklər. Sən kimi hara nəyə üzv eləyəcəklər? Onlar yalan, təbii ki, onlar boş şeylərdir. Yəni, bu bəhanələrdir, NATO gələcək. Ona lazımdır Ukraynanı Krımı işğal eləymək istəyir. Sonra Azərbaycanı alsın. Bəli, sonra bu müharibəni var olun. Bu müharibəni başlamaqla ona qədər də deyirdi ki, Krımın işğalını tanı, Krımın işğalını tanı. Heç kim tanımır, tanımayacaqlar. Krımın işğalını tanı, vəssalam bu iş bitsin. Sən götmüsən, mənim torpağımı işğal eləmişsən. Sənin Xruşovun verdiyi torpaq. Sənin olub, olmayıb, bu başqa şeydir. Yəni, bu məsələlər var. Bizim olub o. Krım ömür var, Türk torpağıdır. Türk torpağıdır. Və Türk torpağı da gələcəkdə mütləq olacaq. Burada bir məsələ var. Biz keçən dəfə sizlə bir məsələni də müzakirə edirik. Bu Çexiyada hakimiyyət dəyişikliyi ol axı, bilmirəm. Mən sizə Çexiyanın adını söyləmişdim. Çexiya yeni baş naziri milyarderdir. Və bu da Ruspərəstliyə başlayıb yeni bir şey. Yəni, mən özləri bilər, Çex xalqı seçib, mənim işim yoxdur, qarışmıram da. Amma 68-ci Praqa hadisələrini, Çexlərə zülmü, bunları da bir özünüzə hörmət edin. Macarları da demək lazım. Macar, Çexin Ukrayna ilə nə alışı-verişi var, mən başa düşə bilmirəm. Amma Macarın Çini kürdürəti var. Biz sizlə bir dəfə də demək bunu müzakirə eləmişik. Mən beynəlxalq təhlükəsizlik dərsində də bunu keçirik. Demək, bu Macarlar var ki, Ukraynada, güya Ukrayna dövləti Macarları asimilyasiya uğrayır. Belə bir fikir ilə elə atıb Macaristan hakimi. Amma harada nəyə asimilyasiya uğradı, onu da bilmirəm. Putin tez istərdi. Yox, Macaristan hakimiyyəti, hökuməti bunu deyir həmişə. Başa düşürəm, amma Putin tez istərdi. O, Putin tez istərdi. O təkrar edir. Yəni, amma Çexiyanın
bu Ukrayna ilə nə alışı var, nə verişi, nə düşmənçiliyi var, mən başa düşmürəm. Sizə Zeman var Çexiya prezidenti. Bəli. O tamamilə Putin pərəsti idi. Bəli. İndiki elə deyil. Bu Slovakiyanı bildi, gözəl Slovaklar bilirsiniz də, katolikdir. Katolik hara, pravoslavı dəstəkləmək hara, bu da bir maraqlı. Pul gedirdi ora. Slovakiya ümumiyyətlə yaxşı silah istehsalı var. Çexiya, Slovakiyanı siz məndən yaxşı bilirsiniz. Slovakiya tərəfdə yaxşı silah istehsalı Slovakiya edir ona. Yəni bu məsələlər var. Bu Gürcüstanda bilirsiniz qəribə, Moldovada. Mən bir şeyi də deyim, bağışlayın sözdən sözə keçirik. Buyurun. Moldova hakimiyyəti yaxşı artıq nüvə müdafiə məsələlərinə pul ayırır. Professional ordu hazırlayır. Və digər məsələlər var. Əgər gözəl dediniz, nöqtəni qoyuram. Yəni Ukraynanı tutub alsa, işğal eləsə, istədiyini elətdirsə, sıra Moldovanın. Təbii o sıra Azərbaycanda da, Moldovada da, Azərbaycandadır. Gürcüstan və Ermənistanda da. Məsəl üçün, indi bax, Türkistan dövlətləri gedir Vaşinqtona, Biden administrasiyası da çağırmışdı, yəqin indi də çağıracaq. Mən bir məsələni də deyim. Çox önəmli bir hadisə. Türkistan dövlətlərinin... Biden administrasiyası da çağırmışdı onu. Deyərsiniz, Teymur bir dəqiqə deyil, Qırğızstana qarşı çox böyük sanksiyalar qoyulub. Çünki Rusiyanın sanksiyalardan çıxartdığına görə. Yəni, nə qədər şirkət var. Sonra, mən dünən bir şey oxudum Kamran bəy, dünən yox sağa gün, mən bunu burada sizlə deyilib, bağırırdıq ki, İran Gürcüstanda güclənir, İran Gürcüstanda güclənir və borsalı qardaşlarımızın içində. 2500-ə qədər Gürcüstanda İran şirkəti var. İranın sanksiyalardan çıxartmaq üçün film fırıldaqlardan çıxırlar. Çox da borsalı ərazisində açılır. Yəni, bunu da belə məlumat üçün dedim. Önəmlidir. Yəni, var olum. Yəni, soydaşlarımızın içində... Yəni, bilirsiniz, bu borsalını deyirik ki, İran orada güclənir, 2500 şirkət açılır. Siz bilirsiniz də, Gürcüstandan keçmiş baş naziri Vanashvili tutdu, içəri saldı, pul yuyub, nə bilim, nə varıb. Orada da belə qəribə hadisələr baş verir. Yəni, qısası, indi bu dövlət katibi ilə Lavrovun mən o gün müsahibəsinə baxdım, görüş olacaq, olmayacaq bilmirəm. Nə olursa da olsun, uğursuz bir şey olacaq. Amma bu bataqlığa Əfqanistan bax. Üzr Kamran bəy, indi 60-cı illərdə bilirəm Anadolu'muzda, yəni var olun, uzun ömür, can sağlıq. Vyetnam müharibəsindən çıxartdı ikinci bunları. Əfqanistan müharibəsinə bir tərdə 79-80, 10 ilə bir tərbi bataqlıqdan çıxdı. Bu 3 ildir də davam edir. İndi belə görsəni 4 ildə gedəcək 2026 qədəm qoyacaq Rusiya-Ukrayna müharibəsinə. Bu məsələdə isə Rusiya-Ukrayna nə heç kim daşın altına əlini qoymasın, belə xalq dili ilə deyək. Ya heç kim bir lider yoxdur bu bataqlıqdan bu çıxartsın. Ümumiyyətlə dünyada lider problemi. Biz keçən bilirsinizdən danışırıq. Var, siyasi lider problemi. Problem var, avantüristlər, popülistlər. Dünən baxıram, Lukashenko gedib bir dənə zavoda hardasa, valla gülməkdən də özümə gülürüm. Girib zavoda, zavod dağılıb, yəni Sovet hökumətində dağılıb, zavod, deyir bu damı niyə düzəltmirsən, sənə bir həftə vaxt qoyuram, verməsən güllələyəcəm, bu nazir, o da deyə qorxuluq, diktator, qardaş bu zavod dağılıb, baxın bunun deyir fəhlə Teymur, icazə verin mən onu biraz... Yəni üzr istəyirəm, bu vəziyyət budur, yəni bu Vyetnam bataqlığından çıxdı, Lukashenko məsələsini silən bir bazı geniş yəni yoxdur lideri indi. Lider yox təbii ki. Və bu işdən də heç kim çıxa bilmir. Nə Fransada gör, De Gaulle var bu günlərim, nə